Dostlar, əsas bir mövzulardan biri də ondan ibarətdir ki, necə ola bilər ki, mənim telefonum qırılsın, mənim telefonuma kimsə hak etsin, daxil olsun və eləcə də orada olan şəkillərim mənim bank hesablarıma daxil olub onlardan istifadə etsin, yazsın, postsun, hər nəysə etsin, istədiyini etsin. Bu mümkündür və bunun bunu aparan yol, hücumçuya ilk qapını açan yol bizim istifadə etdiyimiz Wi-Fi şəbəkələridir. Bir çox insan bilmir, amma ümumilikdə bir qanun var ki, kiber təhlükəsizlik sahəsində evindən kənar bir yerdə əgər Wi-Fi-yə qoşulursunuzsa, fərq etməz. Kafe, restoran, ticarət mərkəzi və s. Evdən kənar. Əgər Wi-Fi-yə qoşulursunuzsa, hökmən şəkildə VPN proqram təminatından istifadə etməyi lazımdır. Çünki bizim qoşulduğumuz Wi-Fi şəbəkələrinə kiber hücum baş verə bilər və biz ora qoşulduğumuza görə orada bizim telefonumuzun, yəni mobil cihazımızın və yaxud kompüterimizin fərq etməz fiziki ünvanı olur. Buna MAC adresi deyirlər və o ünvan sayəsində hücumlar başlaya bilər. İlkin hücumlardır və çox dərin yollara apara bilər hücumçuları və bu təbii ki bizə istifadəçilərə böyük ziyanlar, zərərlər yetirə bilər. Ona görə Wi-Fi-yə hardasa qoşularkən çalışın VPN-dən istifadə edin.